xoş gördük hər birinizi. Əziz müəllimlər, mikrosertifikasiya hazırlaşan müqavilələr, abituriyentlər. Biz bugündən etibarən sual-cavab videolarına başlayırıq. İlk olaraq sual-cavab videomuzun ilk mövzusu olacaq Səfəvilər dövründəki ümumi müqavilələr. Səfəvilərin həm Osmanlı ilə, həm Rusiya ilə imzaladığı və Səfəvilər dövlətinin mövcudluğu dövründə Rusiya ilə Osmanlı arasında imzalanan müqavilələr. Başlayaq. Birinci baxacağıq Səfəvi və Osmanlı müqavilələri. Deyin görək, Səfəvi və Osmanlı arasında müharibənin ilk mərhələsi neçənci illəri əhatə edir? Bəli, 1514-1555-ci illər. Bəs hansı sülh müqaviləsi ilə başa çatmışdır? Bəli, 1555-ci ildə imzalanan Amasya sülh müqaviləsi ilə başa çatmışdır. Amasya sülh müqaviləsinin şərtləri nə idi? Amasya sülh müqaviləsinin şərtlərinə görə Şərqi Gürcüstan Azərbaycan da daxil qalmalı idi Səfəvi dövlətinin tərkibində. Ərəb-İraqı, Bağdad və Qərbi Gürcüstan Osmanlı dövlətinin tərkibində qalmalı idi. Bir də bir sual verim. Səfəvi-Osmanlı müharibəsinin birinci mərhələsində hansı döyüş baş vermişdir? Bəli, 1514-cü ildə Çaldıran döyüşü baş vermişdir. Bəs döyüşün nəticəsi nə olmuşdur? Döyüşün nəticəsində Səfəvilər məğlub olmuşdur. Bəs bu dövrdə Səfəvilərdə hakimiyyətdə kim idi? Şah 1. İsmail. Bəs Amasya sülhü imzalanan zaman Səfəvilərdə hakimiyyətdə kim idi? Şah 1. Təhmasib. 7. Səfəvi-Osmanlı müharibəsinin ikinci mərhələsi neçənci illəri əhatə edir? Mən yazınca siz də cavablayırsınız. 1578-1590-cı illəri əhatə etdi. Müharibə başlayanda Səfəvilərdə hakimiyyətdə kim idi? Məhəmməd Xudabəndə. Bəli. Bəs müharibə başa çatanda imzalanan sülh müqaviləsini imzalayan Səfəvi hökmdarı kim idi? Şah 1. Abbas. Bəli. Bəs hansı sülh müqaviləsi ilə başa çatdı? Bəli, İstanbul sülh müqaviləsi ilə başa çatmışdır. Yaxşı, İstanbul sülh müqaviləsinin şərtlərində nə deyilirdi? İstanbul sülh müqaviləsinin şərtlərinə görə Xalxal, Zəncan, Qaradağ, Lənkəran, Ərdəbil istisna olmaqla bütün Azərbaycan torpaqları Osmanlılara verilmişdir. Və İstanbul müqaviləsi Səfəvilərin imzaladığı ən ağır şərtli müqavilə idi. Yaxşı, İkinci Səfəvi-Osmanlı müharibəsi dövründə hansı döyüşlər baş vermişdir? Bəli, 1578-də ilk olaraq Çıldır göl yaxınlığındakı döyüş. Nəticəsi necə oldu? Səfəvilər məğlub oldu. Bəli. Daha sonra yenə eyni ildə, bəli, 1578-də hansı döyüşüydü? Molla Həsən. Bəli. Molla Həsən döyüşünün nəticəsi necə oldu bəs? Molla Həsən döyüşünün nəticəsində Səfəvilər qalib gəldi. Krım xanı Adil Gəray əsir alındı. Şirvan azad edildi. Lakin Dərbəndi geri qaytara bilməmişdilər. Növbəti hansı döyüş baş verdi bəs? Bəli, 1583-cü ildə Niyazabad döyüşü. Niyazabad döyüşünün nəticəsi necə oldu bəs? Bəli, Niyazabad döyüşündə də Səfəvilər qalib gəldi. Daha sonra hansı döyüş baş verdi? 1585-ci ildə bəli, Sufiyan döyüşü. Sufiyan döyüşünün nəticəsi necə oldu? Bəli, Osmanlılar qalib gəldi. Biz bir dənə Sufiyan döyüşü keçmişik Səfəvilərdə. Bu hansıdır, neçənci ildədir? Bəli, 1605-ci ildədir. Bununsa nəticəsində Səfəvilər Turan taktikası
qalasından istifadə edərək qalib gəlmişlər. Əla. Keçirik növbəti mərhələyə. Demək, Səfəvi Osmanlı müharibəsinin növbəti mərhələsi kimin dövründə başladı? Bəli, Şah 1. Abbasın. Neçənci illərdə? 1603-1612-ci illərdə. Bəs yaxşı, hansı sülh müqaviləsi ilə başa çatdı? Bəli, 2-ci İstanbul sülh müqaviləsi ilə başa çatdı. 2-ci İstanbul sülh müqaviləsinin şərtləri nə idi? Hansı sülhün şərtlərini bərpa eləmişdi? Bəli, Amasya sülh müqaviləsini, yəni 1555-ci ildə imzalanan Amasya sülh müqaviləsinin şərtləri 2-ci İstanbul müqaviləsində bərpa olunmuşdu və sülhün şərtinə görə Azərbaycan, Şərqi Gürcüstan Səfəvilərin tərkibində qalır. Ərəb İraqı, Bağdad da daxil olmaqla Qərbi Gürcüstan verilir Osmanlıya. Həmçinin Osmanlıların Rusların tikdirdiyi Terek qalasının dağıdılmasına da Səfəvilər mane olmamalıdırlar. Növbəti, gəlirik bu dövrdə də hansı döyüş baş vermişdi desək, 1605-ci ildə bayaq vurguladığım Sufiyan döyüşü baş vermişdir. Getdik, növbəti Abbasın dövründəki sülh, İstanbul sülhünün şərtləri nə vaxt pozuldu? 1616-1618-ci illərdə. Bəs hansı müqavilə ilə başa çatdı? Bəli, Mərənd müqaviləsi ilə başa çatdı. Bəs Mərənd müqaviləsinin şərtləri nə idi? Eyni ilə Mərənd müqaviləsi İstanbul müqaviləsindəki şərtləri təkrarlayırdı və bu da yenə Amasya müqaviləsinin şərtləri burada təkrarlanırdı. Növbəti, bir də burada bir döyüş baş vermişdi. Hansı döyüşdü? 1618-ci ildə baş verən Sınıq Körpü döyüşüydü. Sınıq Körpü döyüşünün nəticəsi necə oldu? Səfəvilər Osmanlı və Krım xanlarının birləşmiş qüvvələrinə qalib gəldilər. Bəli. Getdik. Növbəti Mərənd sülh müqaviləsi 2-ci Osmanlı ölümündən sonra pozuldu. Nə vaxt? 1622-ci ildə. 1622-ci ildə pozulur. Abbas bundan istifadə edir. Bir sıra əraziləri, Bəsrə, Kərkük, Nəcaf və s. əraziləri geri alır. Daha sonra 1600 neçənci ildə öldü Abbas? 1629-cu ildə, bəli. 1629-cu ildə Abbas vəfat edən zaman bütün Səfəvilərin, yəni torpaqları, Azərbaycan, Ərəb İraqı, Bağdadda daxil olmaqla, həmin o Bəsrə, Kərkük, Nəcəf və s. hamısı Səfəvilərin hakimiyyəti altındaydı. Şərqi Gürcüstan, Qərbi Gürcüstan və s. Lakin gələn hökmdarlar bunu qoruyub saxlaya bildilər. Xeyr. Şah 1. Abbasdan sonra hakimiyyətə kim gəlmişdi? Şah 1. Səfər. Neçənci illərdə olmuşdu hakimiyyətdə? 1629 və 1642-ci ilə qədər. Bəli, bəs Şah Səfərin dövründə hansı müqavilə imzalanmışdı? Bəli, 1639-cu ildə Qəsr-i Şirin, bəli, Qəsr-i Şirin sülhünün nəticəsində yenə hansı sülhün şərtləri bərpa olunmuşdu? Bəli, Amasya sülhünün şərtləri bərpa olunmuşdu. Demək, burada belə bir nəticəyə gəlir ki, hər üç sülhdə 2-ci İstanbul, Mərənd və Qəsr-i Şirin sülhündə Amasya sülhünün şərtləri bərpa olunmuşdur. Bundan əlavə Ərəb İraqı, Bağdad, Qərbi Gürcüstan, yəni Amasyada olduğu kimi Osmanlılara verilmişdir. Həmçinin Van, Qars, Ahasıq qalalarına hücum etməyəcəklərinə dair Səfəvilər təminat verməli idilər. Həmçinin burada İrəvan Səfəvilərdə qalmışdı. Nə vaxt tutmuşdu İrəvan Osmanlılar? Bəli, 1635-ci ildə. Doğrudur.
Osmanlı müharibələrinin nəticəsində imzalanan sülh müqavilələri 1639-cu ildə isə qəsrişliyindən sonra uzun müddət Səfəvi Osmanlı arasında sabitlik sürmüşdür. Daha sonra biz baxacağıq nəyə? Davam edirik nə ilə? Səfəvi və Rusiya arasında olan müqavilələrə bir qısa nəzər yetirək. Səfəvi və Rusiya. Səfəvi və Rusiya arasında ticarət müqavilələri var idi. Məsələn, Şah Süleymanın dövründə neçənci ildə imzalanmışdı bu ticarət müqaviləsi? Bəli, 1667-ci ildə. Doğrudur. Yaxşı, bir də Şah Sultan Hüseynin də dövründə var belə bir ticari müqavilə. Bu neçənci ildədir? Bəli, 1717-ci ildə İsfahanda imzalanmışdı. Halbuki elçi 1713-də göndərilmişdi. Buna cavab olaraq isə Artemi Bolinski ilə 1717-ci ildə İsfahanda müqavilə imzalanmışdı. Yaxşı, bir də biz baxaq, Səfəvi ilə Rusiya arasında Nadir'in dövründə olan müqavilələr var da, yəni Nadir xanın. Nadir xanın da dövründə bilirik ki, hakimiyyətdə kim olacaqdı? Şah II Təhmasib. Bəli, indi buna ardıcıl olaraq belə getsək, 1723-cü ildə hansı müqavilə imzalanmışdı? Bəli, Peterburq müqaviləsi. Peterburq müqaviləsi imzalanır. Səfəvi Rusiya arasında şərtləri nə idi? Peterburq müqaviləsinin şərtlərinə görə Dərbənddən Gilana qədər olan ərazilər Ruslarda qalmalı idi. Əvəzində isə Ruslar Səfəvi hakimiyyətinin qorunmasında Şaha köməklik etməli idi və Səfəvi hakimiyyəti Əfqanlardan müdafiə etməli idi. Əfqan demişkən, Əfqanlar Qəndaharı nə vaxt tutmuşdular? Bəli, 1709-da. Daha sonra Əfqanlar bir də paytaxtı tutur. Buna vaxt idi? Bəli, 1722-ci ildə. Bu zaman hakimiyyətdə kim idi? Şah Sultan Hüseyin. Bəs yaxşı, Şah Sultan Hüseyin deyil, ailəsindən birində bunlara əsl mühasirəyə alındı. Bəs kim idi qaçdı Astarabada, getdi özünü şah elan etdi? Bəli, Şah II Təhmasib. Neçənci ilə qədər olmuşdu hakimiyyətdə? 1732-ci ilə qədər. Bəli. Aha, davam edirik. Peterburqa qaydırıq bir daha. Peterburq müqaviləsinə görə 1723-cü ildə dedik ki, Dərbənddən Gilana qədər olan ərazilər Ruslara verildi. Əvəzində də Ruslar Səfəvi hakimiyyətini qorumağı öhdəliyinə götürdü. Lakin müqavilə Səfəvi şahı tərəfindən təsdiq olundu mu? Olunmadı. Bəli, təsdiq olunmadı. Və kim idi Səfəvi şahı bunu təsdiq etmədi? Şah II Təhmasib. Çünki İsmail Mirzə II Təhmasibin icazəsi olmadan imzalamışdı müqaviləni. Ona görə. Getdik. Növbəti burada bir müqavilə var. 1724-cü ildə. Siz deyin görün, bu hansı müqavilədir? Bəli, İstanbul müqaviləsidir. İstanbul müqaviləsi 1724-cü ildə İstanbul müqaviləsi kimlər arasında imzalanmış? Doğrudur, Osmanlı və Rusiya arasında. Bu dövrdə Rusiyanın Osmanlı ilə müharibə etmək üçün əlverişli şəraiti yox idi və Rusiya Xəzəryanı bölgələri işğal eləmişdi. Bunda ardınca Osmanlı bura gəlmişdi. 1700 neçənci ildə Cənubi Qafqaza daxil oldu Osmanlı bu dövrdə? 1722-də. Bəs Azərbaycanda nə vaxt daxil oldu? 1723-də. Elə bu Peterburq müqaviləsinin imzalanan zamanlar. Və burada 1724-cü ildə İstanbul müqaviləsi imzalandı bunlar arasında. Deyirlər, bir-birimizlə müharibə etməyək, gəl razılaşaq, Cənubi Qafqazı öz aramızda bölək. Böldülər. Siz deyin, hansı ərazilər düşdü Osmanlıya, hansı ərazilər düşdü Rusiyaya?
Bəli, deyirik ki, Xəzəryanı bölgələri Ruslar zaten tutmuşdular. İndi növbəti illərdə də tutacaqlar. Yəni, bu ərazilərin Rusiyada qalmasını Osmanlı təsdiqlədi. Yerdə qalan bütün Azərbaycan torpaqlarının da Osmanlıya verilməsini Rusiya təsdiqlədi. Yəni, hər iki dövlət burada Cənubi Qafqazı ortada böldülər. Azərbaycanda daxil olmalı. Bir dənə də nüans var burada. Şirvan, Şamaxı ilə bağlı. Deyir ki, Şirvan Osmanlı hakimiyyəti altında yarım müstəqil xanlıq olaraq qalmışdı. Lakin Osmanlının burada nəyə icazəsi yox idi? Qoşun saxlamağa icazəsi yox idi. Bəli, Osmanlı Şirvanda qoşun saxlaya bilməzdi. Şirvan yarım müstəqil xanlıq idi. Bəs xanı kim idi bunun? Bəli, Hacı Davud. Zaten bu dövrdə, yəni, buradakı siyasi məsələlər azmış kimi, Hacı Davudun da bu gördüyü işlər gətirib Rusiyanın ilk dəfə Azərbaycan uğrunda rəqabətə qoşulmasına səbəb olmuşdur. Kimlə? Osmanlı. Bəli. Getdik. Burada Osmanlı ilə Rusiya arasında bir dəfə də müqavilə var. O hansı müqavilədir? Elə bundan 3 il sonra. Bəli, Nabur. Nabur sülhü şərtində nə deyilirdi? Nabur sülhü niyə imzalanmışdı? Sərhədləri müəyyənləşdirmək üçün. 24-də böldülər, 27-də də sərhədləri müəyyənləşdirdilər. Bəli, getdik. Deyirik ki, ardıcıl gəlsək, 27, bundan sonra gəlirik burada 1700, bir dəqiqə buranı təmizləyim. Aha, 1732-ci ildə, belə deyim, 32-ci ildə imzalanan 2 dənə müqavilə var. Siz deyin, hansılardır? Bəli, Kirmanşah, Kirmanşah, bir də hansı? Reşt müqaviləsi. Bəli, Reşt müqaviləsi. Kirmanşah müqaviləsi Səfəvi və kim? Osmanlı. Bəli, Osmanlı arasında imzalanmışdır. 1732-ci ilin hansı ayında? Yanvar ayında. Yanvar ayının 16-sında. Bəs yaxşı, Reşt müqaviləsi kim arasındaydı Səfəvi ilə? Bəli, Rusiya arasında imzalanmışdır. Nə vaxt imzalanmışdır? O da yanvar ayının 21-ində, 5 gün sonra. Bəs bu zaman deyə bilərsiniz, Səfəvi hökmdarı kim idi? Bəli, 2-ci Təhmasib idi. Hələ Nadir onu devirməmişdir. Avqust ayına saxlayıb. İndi Kirmanşah müqaviləsinin şərtini kim deyər? Kirmanşah müqaviləsinə görə Araz çayı sərhəddir. Bəli. Araz çayından şimaldakı torpaqlar İrəvan, Gəncə, Şirvan, Şamaxı, Qarabağ kimə verildi? Osmanlıya verildi. Əvəzində də Kirmanşah, Ərdəbil, ondan sonra digər ərazilər məhz Həmədan qaytarıldı Səfəvilərə. Halbuki 1730-da kim almışdı bunları? Nadir. Bəli, Nadir xan almışdı. Amma Təhmasib paxıllığından, Nadir əhali arasında nüfuzunun qalxmasından istifadə elədi. Daha doğrusu ona qarşı Xorasana getmişdi də Nadir. Niyə getmişdi Xorasana? Üsyan qalxmışdı. Getmişdi üsyanı yatırma. Fürsət bu fürsət dedi və yenidən Osmanlı ilə müharibəyə girdi. Heç nə, qaş düzəldən yerdə vurdu, göz çıxartdı. Nadirin aldığı torpaqlarda uduzdu. Hələ azmış yerini getdi, Kirmanşah sülhündə imzaladı, daha da bətər elədi. Nadir də geri qaydanda həmin bu Kirmanşah sülhünü ləğv elədi. Bəli. Təhmasibin özünü bayaq dedik, hansı sülhü qəbul eləməmişdi? Peterburgu. Bəli. Gəldik Rəşdə. Bəs Rəşd müqaviləsinin imzalanmasının səbəbi nə idi? Niyə imzalandı? Ona görə imzalandı ki, Rusiya baxdı ki, bunlar, yəni Səfəvilər Osmanlı ilə müharibədədirlər. Dedi, qoy biraz da şəraiti mən yaradım. Həm də biraz da danışıqlara girirlər ki, bir yerdə Osmanlıya qarşı mübarizə aparsınlar. Səfəvilərin işini asanlaşdırmaq üçün 1732-ci ildə Rəşdi imzaladı. Rəşd müqaviləsinin şərtində nə deyildi? Bəli, Rəşd müqaviləsi şərtində görə hansı çaydan cənubdakı? Kür çayından. Terek yox ha, Terek Gəncədədir, Tereki Bulqaralar. Kür çayından cənubdakı torpaqlar qaytarılmalı idi Səfəvilərə. Bir dənə də burada ticari məsələ var. Bəli, Rus tacirləri gömrüksüz burada
ticarət etməliydilər və hara gedə bilərdilər buradan? Hindistana getməliydilər və mallarının da o toxunulmazlığı qorunmalıydı. Həmin ticari müqavilə Səfəvilərə də aiddir. Səfəvilər də Rusiya ilə görünüşlü ticarət edə bilərdilər. Həmçinin deyir ki, əbədi dost olacağına da söz vermişlər. Növbəti, gəlirik burada 1733-cü ildə siz deyin. Hansı müqavilə imzalanmış? Bəli, Bağdad. Bağdad müqaviləsinin şərti nə idi? Bağdad müqaviləsinə görə deyir ki, son 10 ildə işğal olunan torpaqlara Osmanlı geri qaytarmalıdır. Qaytardı mı? Yox. Niyə? Çünki Osmanlı Sultanı heç imzalamamış bu müqavilə. Bəs kim imzalamışdı? Bağdad hakimi Əhməd Paşa öz başına müqavilə imzalayanda elə olacaq da. Əlbəttə ki, Sultan bunu qəbul etməyəcək. Ona görə də Nadir neynədi? Məcbur qaldı, başladı müharibəyə. Müharibəyə başladı, nəticədə nə var? Osmanlılar buradan borcu çıxartdı. Bəli, 1735. 3 kilsə yaxınlığında döyüşdən sonra. Elə həmin ildə bir dənə də müqavilə var. O hansı müqavilədir? Gəncə. Doğrudur. Gəncə müqaviləsi kimlər arasındaydı bəs? Səfəvi ilə Rusiya arasındadır. Gəncə müqaviləsinə görə o bayaq dediyim Terek var deyə, bax gətirə bilərsən bunu. Terek çayından cənubdakı torpaqlar qaytarılmalıydı Səfəvilərə və Ruslar Xəzəryanı bölgələrini tamamilə tərk etməliydilər. Ümumiyyətlə 1735-ci ildə Nadir xanın səyi və bacarığı nəticəsində bu Ruslar və Osmanlılar, həmçində Əfqanlar Səfəvilər ərazisini tamamilə tərk etmişdilər. Bugünkü dərsimizdə biz Səfəvilər dövlətinin mövcudluğu dövründəki müqavilələri ümumi nəzərdən keçirərək sual-cavab etməyə çalışdıq. Ümidvaram ki, sizin üçün faydalı oldu. Belə videoların davamını istəyirsinizsə bildirə bilərsiniz. Sağ olun.